Gəlmişik, uşaqları bu dəfə gətirmişik kitabxanaya. Arılar var, kular var. Mamda tut. Ama biz eve vermiştik, bilirsin sen. Bəli, bəli. İstifadə. Hepart. Ay bunu oxuyabilirsən. Bu hepart. Hepart yəni leoparddır. Bu. Nədə leopard? Hepardlar haqqında Sən necə bir kitab bunu seçdin? oxuya bilərsən. Hepard dişilər yarım fəsiləsinin bir nümayəndəsidir. O quruda yaşayan məməllərdən sürətlə qaçan növüdür. Bayaq kitabları kitabxanada oxudular. İndi bunları da seçiblər evdə oxumaq üçün. Agil baxım sən seçdiyin kitaba. Adı nədir? Adına baxım. Adı Hansını seçdin? Gülnaz nənənin. Gülnaz nənənin nağlar. Nihan bəs sən? Əkizi Şahzadə və Dilənçi. Mark Twain'dir. Tüfen Maktivenin Şahzadə və Dilənçi. Görək neçə gün oxuyub qutaracaqsınız. Uğurlar sizə. Maraqlıdır ikisi də.